Salam, əziz şagirdlər. Deməli, bugünkü dərsimiz Səfəv dövlətinin yaranması, eyni zamanda Səfəv Osmanlı müharibəsinin birinci mərhələsi haqqında məlumat verək. Səfəv dövləti hələ yaranmamışdan öncə 1501-ci ildə Şərur döyüşü baş vermişdi ki, burada əlbəttə ki, bilirik, Ağqoyunluların birinci qolu süqut elədi. Ağqoyunluğun birinci qolu süqut eləmişdi. Burada Əlfənd Mirzə var idi ki, Əlfənd Mirzənin məğlubiyyəti ilə başa çatmışdı və birinci qol süqut elədi. Süqut eləyəndən sonra isə belə deyək də gəldilər Təbrizi 1501-ci ildə. 1501-ci ildə Təbrizi tuturlar. Təbrizi tutdu və Səfəvilər dövləti yaranmışdı. 1501-ci ildən 1736-cı ilə qədər bu dövlət mövcud olmuşdu. Səfəv dövləti yaranandan sonra artıq İsmayıl özünü şah elan elədi. Hətta bu Şərur döyüşündə bizə məlum olur ki, bu şah deyildi. Əlbəttə ki, şah vaxtına düşmür, nə də ki, Səfəv dövlətinin yaranmasına düşmür. Bu, Səfəv dövlətinin yaranmasından əvvəl olan hadisədir və yaxud da ki, İsmayılın vaxtına düşür. 1501-ci ildə Təbrizi tutandan sonra öz Səfəv dövlətinə əsasını qoyur və özünü şah elan eləmişdi. Özünü şah elan edəndən sonra isə 1503-cü ildə Almabulağı adlı yerdə döyüş baş verir. Almabulağı adlı yerdə döyüşdə Ağqoyunluların ikinci qolu süqut eləmişdi. Burada artıq Ağqoyunluların ikinci qolu süqut etdi. Burada Murad Mirzə ikinci qolu süqut etdi. Murad Mirzənin 70 minlik qoşunu Səfəvlərin 12 minlik qoşunun qarşısında aciz qalmışdı. Və artıq burada məlum olur ki, Səfəvlər qalibiyyəti ilə başa çatdı. Daha sonra isə həmin ildə 1503-cü ildə Şah İsmayıl İranın mərkəzini, şərq əyalətlərini, daha sonra isə Şərqi Anadolunu, Ərəb İraqını Səfəv dövlətinə birləşdirdi. 1507, 1508-ci illərdə, 1508-ci illərdə isə başladı. Ərəb İraqı Diyarbəkirdən Xorasana qədər yadınızda saxlayın. Xorasana qədər olan ərazilər, Xorasan yox. Biz Xorasanı 1507-8-ə götürə bilmərik. Xorasan işğalı 1510-cu ildə Mərv döyüşündən sonra olan bir hadisədir. Mərv döyüşü nəticəsində əlbəttə ki, Mərv döyüşü Səfəvi və Şeybanilər arasında olan bir döyüşdür. Şeybanilər burada məğlubiyyəti ilə başa çatmışdı. Səfəvlər Mərv döyüşündə qalib gələndən sonra isə burada Səfəv dövləti geniş ərazili imperiyaya çevrildi və Amudəryadan Fərəd çayına qədər olan ərazilər Səfəv imperatorluğuna daxil edilmişdi. Və Şeybanilər isə burada məğlub olub Xorasanı itirmişdi. Daha sonra isə İsmayıl Səfəv dövlətinin vaxtlarında İndi biz Səfəv dövlətinin Osmanlı müharibəsi ilə keçməyək. İndi əlbəttə ki, onun idarəçiliyi haqqında bəhs eləyək. Səfəv dövlətinin idarəçiliyi Qaraqoyunlu, Ağqoyunlu dövlətinə əsaslanırdı. Qaraqoyunlu və Ağqoyunlu dövlətindən, belə deyim də, əsaslanmışdı. Amma ki, onlardan fərqli cəhətləri var idi. Qaraqoyunlu, Ağqoyunlu mərkəzləşmiş dövlət deyildi. Səfəvlər mərkəzləşmiş dövlət sayılırdı. Biz bunları mərkəzləşmiş dövlət götürə bilmərik. Səfəv dövləti mərkəzləşmiş dövlətdir. Eyni zamanda teokratik xüsusiyyəti ilə seçilirdi. Bir də ki, Səfəv dövləti vaxtında 17-ci əsrin ikinci yarısı, belə deyək də, Səfəv dövlətində idarəçiliyində irsilik prinsipi həyata keçirilmişdi. Yəni 17-ci əsrin ikinci yarısına qədər irsilik prinsipi mövcud idi. Bir də ki, Səfəv dövlətinin ilk vaxtlarında burada bəylərbəylik yaradılmışdı. Bunlardan biri Qarabağ, daha sonra isə Şirvan bəylərbəylikləri var idi. Bir də Təbriz bəylərbəyliyi də var idi eyni zamanda. Təbriz, hətta onları götürə bilərik biz. Sursət bəylərbəyliyi də daxil idi. Deməli, bu bəylərbəylik, belə deyək də, Şirvan bəylərbəyliyin mərkəzi Şamaxı, Qarabağ bəylərbəyliyin mərkəzi Gəncə, Təbriz, Sursətdə isə İrəvan ərazisinə daxil idi. İndi gəlirik nəyə? Səfəv dövlətində ali idarəetmə sistemi var idi ki, 16-cı əsrdə. Birinci yerdə
şah dururdu. Şah qeyri-məhdud hakimiyyətə malik olan idi, şiəlik məzhəbini təbliğ edirdi, sünnilərə qarşı isə Osmanlı və Şeybanilərə qarşı isə mübarizə aparırdı. İkinci şəxs vəkil. Vəkil belə deyək, şahın dini və dünyəvi işlərini həyata keçirirdi. Dini və dünyəvi işlərini həyata keçirir. Üçüncü şəxs əmir ül-ümara. Deməli, bu şəxs Ağqoyunlu, Qaraqoyunlularda ikinci şəxsdir. Səfəv dövlətində isə üçüncü şəxs sayılır. Əmir əl-Ümara baş komandan vəzifəsini daşıyırdı. Hətta Şah İsmailin tərbiyəçisi var ki, Hüseyn bəy Şamlı. Bu vəzifəyə də təyin olunmuşdu. Hətta ona isə tiyul torpaqlar da verilmişdi. Amma sonradan isə onun əlindən alınmışdı həmin torpaqlar. Dördüncü şəxs isə vəzir. Bu vəzir, belə deyək də, mülki və maliyyə məsələlərinə baxırdı. Hətta bu vəziri siz Ağqoyunlu, Qaraqoyunlu dövləti ilə oxşar, eyni zamanda bu Şirvanşahlar dövlətində də vəzirin eyni səlahiyyətinə malik olan xüsusiyyətlərdir. Mülki və maliyyə məsələlərinə baxmaları. Bu bir də mədaxil və məxaric məsələlərinə əlbəttə ki, nəzarət edirdi. Çərik dəstələrinə. Çərik dəstələrinə rəhbərlik edirdi Qorçubaşı. Qorçubaşı bu işlərə baxırdı. Çərik dəstələrini rəhbərlik eləmişdi. Sədr. Sədr hansı işlərə baxır uşaqlar? Deməli, sədr dini idarələrə başçılıq edən vəqf işlərini həyata keçirirdi. Qazi məhkəmə işlərinə baxırdı. Ali Məclis 12 nəfərdən ibarət idi. Məsləhətçi orqan idi. Bəylərbəy var idi burada. Bəylərbəylikdə deyək ki, bəylərbəyləri idarə edirdi. Bir də ki, şah tərəfindən seçilirdi. Əhalidən vergi toplayır. Bir də vergilər isə qoşun saxlayırdı. Bir də var. Bəylərbəylikdə vəzir var. Bəylərbəylikdə vəzir nədir uşaqlar? Maliyyə işlərinə baxırdılar əsasən onlar. Əvvəlki vəzirlə, yəni bu vəzirlə demək olar eyni xüsusiyyətləri daşıyırlar. Maliyyə işlərinə rəhbərlik edir. Amma bu birbaşa mərkəzi divanə hesabat verirdi. Bir də var burada naiblər. Naiblər və qolbəylər. Naiblər 16-cı əsrdə belə deyim, mahalları idarə edib. Qolbəylər isə 17-ci əsrdə mahalları idarə edirdi. Kənd xudalar kəndləri idarə edir, Kələntər şəhərləri idarə etmişdir, Darğa isə asayişi qorumuşdu orada. Sultan isə kiçik inzibati vahidləri idarə edirdi. Xan ali hərbi inzibati mövqe tutan şəxslər sayılmışdı. Hətta siz bu idarəçilikdə qəbula salırlar. Yəni 16-cı əsrdə Səfəv dövlətinin idarəçiliyi haqqında